Müsəlman dünyasında tanınmış bir adam var. Bişri Hafi deyirlər ona. Bişri Hafi, bir dəfə ondan danışmışam sizə. Günah əhli idi. Elə günah əhli idi ki, ağsaqqallar bağışlasın, evində məclis təşkil verirdi, qadınlar, şərab məclisi, aləm xülasə qatırdı bir-birinə. O tövbə elədi sonra. Onun tövbəyə müvəffəq olmasının, tövbəyə tövfiq tapmasının səbəblərindən birini deyirlər, ilk növbədə bu olub. Bir gün doğrudan da hala pis idi, yəni çox pis haramdan istifadə eləmişdi, yolla gedirdi, içkili idi, ya nə idi, hala pis idi. Meyxana məclisindən, kef məclisindən gəlirdi. Baxdı yerə gördü ki, bir dənə kağız var. Üstündə yazılıb Bismillahirrahmanirrahim. Allahın adı. Bişir onu götürdü, səliqə ilə təmizlədi, yerə batmışdı. Ona ətir vurdu, xoş iyili elədi, apardı evinə, bir dənə divarda onu paç yerdə taxdı. Allahın adıdır. Həmin gecə ki, yatdı, yuxuda gördü ki, ona nida gəldi. Ey Bişir, sən bizim adımızı təmizlədin, onu xoş ətirli elədin, biz də sənin adını xoş eləyəcəyik. Ondan sonra ona deyir, tövbəyə müvəffəq oldu. Bir gün evinin yanına İmam Musa Kazım əleyhissalam keçirdi. İmam Musa Kazım əleyhissalam keçəndə bir hadisə baş verdi də qısa eləm. Eşitdi, imam mənim evimin yanından keçir, bir söz deyib, imamın bir cümləsi ona təsir elədi. O gündən tövbə elədi. Qaçdı imamın dalıca. İmamla görüşdü, Allah ona tövbə etmək tövfiqin verdi. Hardan? Allahın adını təmizlədi, Allahın vəlisi İmam Musa Kazımın əli ilə tövbə elədi. Adı Bişir, amma Hafi deyirlər. Niyə? Hətta deyirlər ki, ona deyirlər ki, o ayağı yalan gəzən. Həmişə ayağı yalan gəzirdi. Hafi, ayağı yalan gəzən deməkdir. Soruşurlar, niyə ayağı yalan gəzsən? Bir neçə nəqillər var, biri budur. Deyir, mən Allaha tövbə eləyəndə, İmam Musa Kazımla rast gələndə evdən qaçmışdım. Qəflətən, hövüllü, ayağı yalın idim, o günü unutmaram. Mən daha ayağı yalınam. Allah məni tövbəyə müvəffəq eləndə ayağı yalın olmuşam. İmam Musa Kazımla görüşəndə əleyhissalam ayağı yalın olmuşam. Ölünə qədər də ayağı yalın gəzdi. Amma hardan müvəffəq oldu? Allahın adına qoyduğu hörmətdən.